Biri orada market açıb. Müdürü olub müdür. İşçiləri buna müəllim deyir. İşçilər gəlir, o deyir, müəllim gəlmişdi, o deyir, müəllim getdi. O deyir, müəllimi gördün də nə? Bu deyir, müəllim, müəllim də mənasız bir adam. Əsir yesir eləyib cəmaatı başında. O deyir, müəllimi gördün də. Müəllim çıxmadı. Müəllim nə var belə? Bir cavan oğlandı. Müəllim. Niyə ona müəllim deyirlər? Bu sistemdir. Şuurunda sistem. Çünki sistem müəllimin üzərində dayanır. Bax, Siyavuş Novruzova bəydi, belə diksinəcək. Müəllim deyəndə özünü rahat hiss eləyir. Niyə? Çünki sistem müəllimin üzərində dayanıb. Sessiz saxtakarlığı harda olur? Məktəblərdə. Sessiz saxtakarlığında kimlər iştirak eləyir? Müəllimlər. Rüşvət ilk dəfə harda alır? Məktəblərdə. O prosesdə kim iştirak eləyir? Müəllim. Sən özünü müəllim kimi görməklə rahat, yəni deyirsən ki, bax, mən də sizdənəm, yəni müəlliməm. Bax, o uşaqların o müdürə müəllim deməkləri, onların qabağındakı acizdir. Hamısı şuur, sistemin, zehniyyətin şuurudur, bizə ötürür bunu.